Salam dostlar. Siz bilirsiniz ki telefon kasırdı məndə. Sizə bir dənə tətbiq deyim. Burada 120 FPS var. Onu yükləyirsiniz. Play Market. Bu tətbiqdən yükləyirsiniz və orada sizi bir pəncərə açacaq və oradan istədiyiniz FPS-i qoya bilərsiniz. 90, 120, 60, 45, 40, 35 və s. də belə gedir. İndi bir nəfər bizdən soruşacaq ki, soruşub ki, daha doğrusu məhəllədə soruşublar məndən. Deyirlər ki, adı neydi onun? DP necə qoşulur? DP buradan ayarlar qisminə girirsiniz, alta gəlirsiniz. Ən altda telefon haqqında. Ona basırsınız. Burada quraşdırma nömrəsi var. Ona nə qədər basırsınız, 8 dəfə basırsınız. 8 dəfə basdıqdan sonra buradan çıxırsınız. Sistem və yenilənmələr, ona basırsınız. Buradan ən altı tərtibatçı seçimləri var. Sadə rejimin altında tərtibatçı seçimləri. Basırsınız ona. Ona basdıqda isə alta gəlirsiniz. Alta gəldikdə gəlirsiniz. Burada sizi ən kiçik N var. Pəncərə animasiyası miqyasası, keçid animasiyası miqyasası, animator şkalası və ən altda DP yazılıb. Ən kiçik N. Ona basırsınız. Buradan istədiyiniz DP-yi qoya bilərsiniz. Mən məsəl üçün qoyuram 390 həmənkini. Biraz hərflər balacalaşa bilər. Oldu. Sağ olun, kanala abunə olub like atmağı unutmayın.